Salam müəllimlər, bugün mən sizə Dövlət İmtahan Mərkəzinin 2027-ci il üçün nəzərdə tutduğu yeni yazı modeli olan opinion paragrafla bağlı məlumat verəcəm. Və bu təqdimatda mən sizə paragraf nədir, necə yazılmalıdır, esselə necə fərqlənir onlardan bəhs edəcəm. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi nümunəyə nəzər yetirsək, görərik ki, bizdən tələb olunan əslində bir essay yox, bizdən tələb olunan əslində bir paragrafdır. Yəni, paragraph writing tələbidir bizdə. Bizdəki nümunə. Bir essay tələbi deyil. Niyə deyə soruşsanız, çünki tələblərin tərkibində minimum 100 söz qaydası göstərilib. Bu deməkdir ki, tələbi göstərilib. Bu deməkdir ki, bu bir paragrafdır. Çünki essaydə minimum söz sayı əsasən 200 və 250-dən başlayır. Və bu deməkdir ki, bu sadəcə qısa bir paragrafdır. Və bizdən istənilən paragrafın yalnız və yalnız opinion tipidir. Yəni, opinion paragraflardan bəhs edilməsin. Çünki onun növləri var. Məsələn, deyə bilərik, problem solution ola bilər, məsələn, burada və yaxud da ki, cause and effect ola bilər, descriptive ola bilər, ondan sonra comparison ola bilər. Yəni, bizdən bunların heç birisi yox, sadəcə və sadəcə opinion paragraf tələb olunur. Bunu yazmazdan əvvəl biz birinci bilməliyik ki, paragraf nədir? Onu ilk olaraq biz bilməliyik. Gəlin davam edək növbəti slaydımızdan. Ümumiyyətlə nədir paragraf? How to write a paragraph. Paragraf necə yazılır? A paragraph is a group of sentences that tells about one subject or area. Nə deyir burada? Deyir ki, paragraf hər hansı bir mövzu və ya bir sahə barəsində bizə məlumat verən cümlələr olur. Bu nə deməkdir? Bu necə başa düşmək olar? Bu deməkdir ki, paragrafı essaydən fərqləndirən odur ki, essay paragraflardır. Paragraf isə cümlələrdən ibarət. Bu necə aydınlaşdırmaq olar? Belə ki, paragraf yazı nümunəsində biz sadəcə cümlələri bir-birinin ardınca flow, yəni axıcı şəkildə düzürük. Və hər bir cümlə bir-biri ilə həm qrammatik, həm leksik, həm semantik əlaqəli olur, həm məntiqi əlaqəli olur. Hansı ki, buna CC, yəni coherence, cohesion deyilir. Yəni, CC qorunmalıdır. Essaydə isə hər bir parça, hər bir hissə, hər bir chapter bir paragrafdır. Essay ilə bunu fərqləndirən əslində budur. Paragraf writinglərdə sadəcə bir paragrafdır, bir paragrafdır. Bir paragrafda cümlələr olur. Essaydə isə hər bir hissə bir paragrafdır. Giriş bir paragrafdır, body bir paragrafdır, concluding sentence bir paragrafdır. Yəni, ayrı-ayrı paragraflardan ibarət olur. Məsələn, introduction 1, 3 body yazmışsansa, burada 3, 4, 5-ci concluding sentence 5. Gördünüz, 5 paragrafdan bəhs etdik essaydə. Amma paragraf writinglərdə isə elə şey olmur, sadəcə cümlələr olur. Cümlə də orada sadəcə. Paragrafın, yəni paragrafları yoxdur olur. Sadəcə cümlələri olur. Onun üçün deyilir ki, a paragraph is a group of sentences. Amma essay desəydik, belə deyərdik. An essay is a group of paragraphs deyərdik. Çünki essay paragraflardan ibarət olur. Amma paragraf isə cümlələrdən ibarət olur. Hətta deyir ki, burada each sentence in a paragraph must give information about the topic. Deyir ki, paragrafdakı hər bir cümlə mövzu haqqında məlumat verir. Bu nə deməkdir? Topic sentence nədirsə, supporting sentencelərin də onunla bağlı olur. Məsələn, deyək ki, belə bir cümlə quraq. Deyək ki, should smoking be allowed everywhere? Sizcədir, siqaret çəkməyə hər yerdə icazə verilməlidir. Əslində, sualdan ixtiyari və qeyri-ixtiyari verilməlidirmi, verilməməlidirmi fikri ortaya çıxır. Artıq baxan ki, bilir ki, söhbət opinion paragrafdan gedir və belə olduğu halda biz nə etməliyik? Biz mütləq şəkildə hər bir cümləni sırf smokinglə əlaqələndirməli və icazə verilib, verilməməsi ilə bağlı yazmalıyıq.
Bax, elə each sentence, yəni paragraph must give information ideyasında elə budur. Bəs paragraf nələrdən ibarət? Bir paragraf, baxaq görək bunun idea mapi necə olur? Topic sentence'dən ibarət olur, birinci cümləsi. Daha sonra dəstəkləyici cümlələri gəlir, supporting sentence'lər dediyimiz detaillərdir. Yəni sən artıq burada justification eləməlisən. Yəni fikirlərini dəstəkləyici cümlələrlə açıqlamalısan. Birinci gəlir topic sentence, növbəti cümlələr, paragraflar yox, cümlələr. Paragraf kəlməsini istifadə eləmək olmaz burada. Çünki burada paragraf yox, cümlə var. Topic sentence, supporting sentences, dəstəkləyici cümlələr ki, bunlar da deməli xüsusi transitionlarla, yəni keçid sözlərlə dəstəklənir. Göz burada qeyd olunub detail, detail and detail. Çünki paragraflarda 1, 2, 3 cümlə plus last cümlə də ola bilər. Bu nə deməkdir? Birinci dəstəkləyici cümlə, ikinci dəstəkləyici cümlə, üçüncü dəstəkləyici cümlə və sonuncu dəstəkləyici cümlə. Sonuncu dəstəkləyici cümlələr əsasən bir-birinə qarşı-qarşıya qoyulan cümlələr olur. Filin paragraflarda. Qarşı-qarşıya qoyulur. Buradan da göründüyü kimi detail, detail, detail dediyimiz açıqlamalardır. Yəni açıqlama vermək ki, söhbət nədən gedir? Supporting sentence dediyimiz dəstəkləyici cümlələr. Deməli, ilk topic sentence plus controlling ideyası olmalıdır burada. Topic sentence plus controlling idea. Supporting sentences, yəni detaillər olmalıdır. Burada açıqlama vermək lazımdır. Clarify etməliyik topic sentence'i. Və yekunda concluding sentence və ya closing statement verməliyik. Yəni, yekun cümlə verməliyik. Unutmuruq ki, paragraflarda concluding sentence, topic sentence'in əslində paraphrase olmuşuq. Çünki biz yekun cümləni topic sentence'ə görə yazırıq, supporting'ə görə yox. Yəni, bu nədirsə, bunun yekunu burada olmalıdır. Təkrar deyirəm. Concluding sentence'lər supporting sentence'lərə ya detaillərə görə yox, topic sentence'a uyğun yazılmalıdır. Bir növ onun paraphrase olmalıdır. Hamburger qaydasına nəzər yetirsək, görərik ki, eyni ilə hamburger qaydasıdır. Paragraph writinglərdə. Məsələn, top bun üstüdür. Məsələn, burada görürsünüz, lettuce'dir, tomato, cheese, meat, bunun içidir. Yəni bunlar 4 dənə saydığım supporting sentence'lərdir burada. Gördüyünüz kimi. Bottom bun və altdakı o çörək hissəsi də nədir? Onun controlling ideyasıdır. Və fikir versəz, top bunda, bottom bunda ikisi də çörəkdir. Yəni bu deməkdir ki, topiclə deməli concluding sentence eyni şey olmalıdır. Çünki biz nəyi conclude edirik? Topic sentence'imizi conclude edirik. Onu wrap up edirik, yekunlaşdırırıq. Yəni dəstəkləyici cümlələrə əsasən yox, cümlənin topic sentence'inə uyğun biz concluding sentence yazırıq. Çünki bir də o restate olunur yekunda. Yəni yenidən ifadə olunur əslində. Çünki baxın, hamburgerin üstü də çörəkdir. Ən aşağı hissəsi, altı da çörəkdir. Fikir verdiniz, ikisi də çörəkdir. Yəni ikisi də eyni şeydir əslində. İçində dəyişiklik olur. Məsələn, lettuce, kahı, tomato, pomidor, cheese, pendir, meat, ət. 4 dənə ayrı-ayrı şey. O 4 dənə ayrı-ayrı şey, 4 dənə ayrı-ayrı reason'dır. 4 dənə ayrı-ayrı detail'dır. 4 dənə ayrı-ayrı supporting sentence'lərdir əslində. Bu əslində belə nəzərə alınaraq yazılmalıdır. İndi, birinci ilk olaraq mən sizə deməli essay ilə paragraf writing necə fərqlənir? Bunların strukturları. Paragraph structure and essay structure. Diqqətdən baxsaq, nə görə bilərik? Görürsünüz, paragraflar nədən ibarətdir? Topic sentence'dən plus controlling ideyalardan.
Supporting sentence'lərdən, yəni justification var burada, artıq açıqlama verməliyik, yəni detail'dan olmalıdır burada və concluding sentence'lərdən ibarət. Bu topik, bu artıq paragrafın quruluşu. Amma essay quruluşu belədir. Introduction paragraph, gördünüz, introduction paragraph, not sentence. Çünki cümlə sözü istifadə olunmur essaylərdə. Essaylərdə paragraf sözü istifadə olunur. Çünki hər bir chapter bir paragrafdır orada. Paragrafda isə hər bir cümlə sadəcə bir cümlədir. Orada paragraf olmur. Baxın, introduction paragraph. Burada daxildir nə? General statements and thesis statement. Və supporting ideyələr də thesisdən çıxır əslində. Yəni, buradan çıxmış olur. Birinci cümlə general və thesis statementlar da və thesis statement olmayan introduction deməli, mətni və ya introduction'ı əslində yarımçıq hesab olunur. Çünki introduction tərkibində mütləq şəkildə thesis statement olmalıdır. Nəyə görə? Ona görə ki, neçə dəyişənin varsa, neçə variable'ın varsa, o qədər də supporting ideyələrin olmuş olur. Məsələn, əgər sən thesisdə 3 dəyişən vermisənsə, bu, artıq sən məcbursan ki, body hissədə 3 body'dən bəhs edəcəksən. Bax, gördünüz, supporting sentence deyil, supporting idea və ya supporting paragraph sözü burada. Pardon, yəni body deyirlər. Body paragraflardır. Conclusion paragraflar necə olur? Concluding sentence və final thought. Bu özü də bir paragrafdır. Amma baxın, burada isə cümlə deyir. Çünki burada paragraf yoxdur. Əslində, paragrafın structure, quruluşu necə olur? Paragraf, essayin, body hissəsinin və buranın, bax bu. Düşünün ki, bu da hamburgerdir. Məsələn, bu, deyək ki, top bandı, bottom bandı. Bu da olsun, məsələn, lettuce, olsun tomato və olsun, nə bilim, cheese. Elə baxaq da, buna düz deyil. Elə baxsaq, əslində paragraf bu özü topic, supporting sentence, concluding qarışıq tövlükdə bu dairə əslində essayin body hissəsinin qısa məcmusudur. Bu nə deməkdir? O deməkdir ki, paragrafda sadəcə introduction olmuş və bodylərin qısa məcmusu olur. Bəs deyə bilərsiniz ki, bəs buradakı concludingdən, bəs bununki fərqi nədir? Əslində, buradakı concluding sentence hər bir paragrafın sonundakı son cümlə olmuş olur. Çünki essayin concluding ilə paragrafinki eyni olmur. Eyni deyil onlar. Yəni, eyni məzmunlu olmur. Ona görə biz deyirik ki, paragrafdakı, daha doğrusu paragrafın özü bütövlükdə essayin bodylərinin qısa məcmusu olur. Qısa məcmusu olmuş olur. Və tələblər eyni deyil. Məsələn, burada əgər minimum 100, 200, 250 söz tələbi varsa, burada artıq minimum 100 olur. Və bu onu göstərir ki, bu bir paragrafda əslində. Deyə bilərsiniz, bəs bu xəttlər bölünüb ayrı-ayrı. Xeyr. Burada sadəcə bir paragraf var. Baxın, bir paragrafdır. Xəttləri boşlayın, topik falan. Bu bir paragrafın 3 hissəsidir sadəcə. Burada isə bir paragraf, 2 paragraf, 3 paragraf, 4 paragraf, 5 paragraf var. Bəs burada sadəcə 1. Bəs içindəkilər nədir? Sadəcə cümlələrdir. Başqa bir şey deyil. Sadəcə cümlələrdir. Başqa bir şey deyil. İndi gələk bizim öz mövzumuza. Dimin bizdən istədiyi opinion paragrafların yazılması. Ümumiyyətcə, bunların tələbləri nədir? Necə olur? Necə yazılır? Və hansı şərtlər daxilində yazılır? Gəlin onlardan biraz bəhs edelim. Deyir ki, an opinion paragraph gives the writer's opinion about the topic. Deyir ki, bir paragrafdır writing, bir mövzu ilə bağlı yazarın fikirlərini ifadə etməsini, bildirməsidir. İfadə etməsi və ya bildirməsidir.
Opinion paragrafın detallarına girmədən ilk olaraq bəzi şeylərdən bəhs etmək istəyirəm. Yaxşı, opinion nədir ümumiyyətcə? Nə üçün istifadə olunur? Bunlardan bəhs etmək istəyirəm. Nədir opinion? An opinion is a statement of someone's belief veya beliefs. Deyirik ki, opinion ümumiyyətcə nədir? Hər hansı bir insanın fikrinin şərhidir. Bu nə deməkdir? Məsələn, siz tutaq ki, hər hansı bir xəbər saytlarında aşağıda kommentlər görə bilirsiniz. Bu nədir? Bu əslində hər bir komment, hər bir şəxsin şəxsi fikridir. Bunu dəyişdirmək olar mı? Olmaz. Çünki o fakt deyil, o fikirdir. Opinionla fact'i fərqləndirən bu. Facts disagree ola bilməz. Opinion disagree ola bilər. Çünki bu mənə aiddir. Bunu mən düşünürəm, amma faktı dəyişdirə bilməzsiniz. Məsələn, belə deyək də, belə gəlin bunu açaq. Deyirəm ki, tutaq ki, deyək ki, sun deyək ki, məsələn, the sun rises in the east. Günəş şərqdən doğur. Bu faktdır. Bu deməkdir ki, no one can disagree that. Heç kəs bunlara razılaşmaya bilməz. Çünki bu faktdır. Amma desəm ki, the sunrise was beautiful this morning. İlk günəş deyir, günəşin doğuşu deyir, bu səhər möhtəşəmdir. Bu bir faktdır. Sənin gördüyün möhtəşəmliyi mən görməyə bilərəm. Yəni, əslində, opinionla fact'i fərqləndirən budur. Opinion mənə aiddir, razılaşmaya bilərsən. Fakt hər kəsə aiddir, hər kəslə razılaşmalıdır. Məsələn, su 100 dərəcədə qaynayıb 0 dərəcədə donursa, bu faktdır. Bunu kimsə dəyişdirə bilməz. Çünki bu dəyişdiriləcək bir şey deyil. Məsələ bundan gəlir. Və opinion paragraflarda biz əsasən nə edirik? I believe, I think kimi ifadələrdən istifadə edirik. Bu mütləq şəkildə istifadə olunur. Is opinion paragraph uses reasons and facts to explain the opinion. Nə deyir burada? Deyir ki, opinion the paragraph hər hansı bir fikri izah eləmək üçün neyir? Xüsusi səbəblər göstərir və faktları açır. Yəni, faktlardan və səbəblərdən istifadə edir. Bu nə demək? Yəni, tutaq ki, supporting sentence yazırsan, dəstəkləyici cümlə yazırsan və dəstəkləyici cümlələrdə hər bir reasondan sonra onu açmalısan. Ona aydınlıq gətirməlisən, clarify etməlisən. Birazdan deyəcəyim nə demək istəyirəm. Is often about a controversial issue. Daha çox deyil, necə olur? Ziddiyyətli bir məsələ ilə bağlı birbaşa əlaqəli olur. Yəni, ziddiyyətli bir məsələdən əsasən bəhs edir, əlaqəli olur. Yəni, daha çox mübahisəli bir məsələyə aid olur. Considers both sides of an argument. Mübahisənin hər iki tərəfini əslində nəzərə alır. Çünki biz, məsələn, baxsaq, kimin vermiş olduğu tələbdə nə deyir orada? Deyir ki, keçid sözlərlə deyir, cümlələri dəstəklə, axırda deyir, nə ilə? Both side'ı göstər. Bu gördünüz? Əslində dərinə geçsək, bu both side'ın göstərilməsi daha çox esseylərdə olur. Paragraflarda bu both side'ların göstərilməsi, controversial məsələlərin olması məsləhət görülür. Sadəcə orada sıralamaların verilməsi, məsələn, firstly, secondly, thirdly, finally deyib cümləni bitirməmiz daha məsləhətdir. Opinion paragrafların əslində tələbi odur. Cümləyə topic sentence-dən gəlirik və supporting sentence-lərdə first, second, third, last deyə davam edirik və sonda isə sum up edirik cümlələri. Gəldik növbəti məsələmizə. Növbəti məsələmiz. Məsələn, bu Təhsil Nazirliyi, daha doğrusu Dövlət İmtahan Mərkəzinin vermiş olduğu bir nümunə, yazı nümunəsidir. Burada gördüyünüz kimi supporting sentence-ləri qoymuşam. Çıxardığım nə olub? Topic sentence olub. Məsələn, baxın, keçid sözlər. Burada məsələn, özüm burada istədim ki, bunları mən sizə qeyd edeyim. Bax, görürsünüz, on the one hand burada verib. Burada bəzi məsələlər var, onu qeyd edəcəm məsələn. Yəni, burada yanlışlıqlar da əslində var. However, məsələn, burada artıq qarşı-qarşıya qoyub bunu. Moreover deyib, dəstəkləyib. Gördüyünüz kimi. In conclusion'la da nə edib? Wrap-up edib, yəni yekunlaşdırıb. Deməli, burada topic sentence əksikdir. Amma əslində
Opinion paragraflarda cümləyə on the one hand, on the other hand deyib başlamaq düzgün deyil. Bu onların verdiyi nümunədir bu arada. Yəni onlar yazsalar belə mənim razılaşmadığım bir müəllim kimi tənqid və ya başqa bir şey demirəm. Razılaşmıram sadəcə. Razılaşmadığım məqamlar var ki, buna biz müəllimlərin haqqı var. Razılaşmaya bilərik. Nə də razılaşmıram, nə də razılaşmadığım məsələ. Birincisi, opinion paragraflarda cümləyə birbaşa kontrast olan transitionlarla başlamaq düzgün deyil. On the one hand, bir tərəfdən this, on the other hand, this demək düzgün deyil. Çünki hardan da baxsaz, on the one hand, on the other hand, however, nevertheless, nonetheless, in contrast, bunlar hamısı onsuz ziddiyyət ifadə edən cümlə zərfləridir və ya birləşdirici sözlərdir. Bəs nəyi sevir opinion paragraflar? Opinion paragrafların ən çox sevdiyi şeylər düzülüşlərdir, sıralamalar deyirlər bunlara. Nədir sıralama? Məsəl üçün, first, məsələn, uniforms help reduce social pressure, save time in the morning, and promote discipline by ensuring all students dress the same, regardless of yenə mənfiyə girdilər. Yəni, əslində, first, second-dən başlamaq daha doğru olmalıydı. Başlanılmalıydı burada əslində. Adı üstündə. Paragraph writing kəlməsi yazılıbsa, mütləq şəkildə orada sıralamalar olmalıdır. First, I love because of this reason və açıqlamaq lazımdır. Mən sevirəm. Niyə? Bu səbəbdən. Çünki biz opinionlarda əsasən nə üçünün cavabını axtarırıq. Nə üçün, nəyə görə? Bunun cavabı axtarılmalıdır burada. Görürsünüz, burada artıq yenə təzad tərəf yazılıb burada. Regardless of economic background. İqtisadi backgrounddan, yəni arxa plandan söhbət gedir. Mən məsəl üçün şagirdlərimizə first, second, third bunları məsləhət görürəm. Yəni görürsünüz, on the other hand. Yəni burada əslində bunlar hamısı esseylərin yazı növləridir. Paragrafda bu tip yazılar vermək məsləhət deyil. Çünki adı üstündə 100 söz və paragrafdan söhbət gedir burada sadəcə misal. Bir də ki, bu tip opinion paragraflarda ümumiyyətcə məsləhət görür daha çox səbəbi göstərmək. Nə üçün buna görə həm müsbət, həm mənfi tərəflərin səbəblərini açmaq lazım. What, nə üçün, nəyə görə? Bunu reason'dan açmaq lazım. Because, məsələn, this, açıqlayırıq artıq bunları. Məsələn, tutaq ki, bir şeyin müsbət tərəflərini deyirsiniz. Because deyib onu açıqlayırsınız. Çünki orada clarify olunmalıdır, justificate olunmalıdır, yəni aydınlaşdırmaq lazım. Bu şəkildə olmalıdır. Yəni biz bir şeyi justify eləmək üçün mütləq şəkildə ona uyğun bağlayıcılar, cümlələr seçməliyik. Deməli, bu cümlənin supportingini qoymuşam burada, conclusion'da qoymuşam, götürdüyüm də olub, götürdüyüm topic sentence. Baxaq gör nə deyir burada, topic sentence. Və burada topic sentence plus controlling idea var. Controlling idea. Yaxşı. O zaman belə bir sual ortaya çıxır. Deməli, bu mətndə topic sentence bu. School uniforms should be required for all students because burada veriblər. Amma sizə supporting hissəsində verməliyirlər. They create a more equal and focused learning environment. Birincisi, əgər mənim writingim opinion writingdirsə, mütləq şəkildə burada expressionlar verməliyirlər. I think, I believe, çünki adından bəllidir. Opinion paragraph. I believe, nə bilim, məsələn, deyə bilərdi burada, başqa nə deyə bilərdik, məsələn, in my opinion. Çünki opinion paragrafdır bu. In my opinion. Ondan sonra
In my view məsələn deyərəm. Ondan sonra deyə bilərəm, əslində as far as I'm concerned olsa lazımdır uşaqlar üçün ehtiyac deyil. Bunlarla başlamaq lazım. O zaman sual ortaya çıxır. Müəllim, birbaşa belə başlamamalıyıq da deyə bilərsiniz mənə, düzdür? Bəli. Paragraf olduğuna bunu I think, I believe, in my opinion kimi ifadələrlə başlamamız daha düzgündür. Demirəm bu səhvdir. Bu daha doğru, daha məsləhətdir. Niyə? Çünki bir paragrafın opinion olduğunu oxuyucuya göstərməyə çalışırsan. Düşünürəm ki, zənnimcə mənə elə gəlir ki, elə hesab edirəm ki, axı opiniondur bu. Biz məsələn tutaq ki, bir sosial şəbəkədə xəbər paylaşılıb. Niyə? Postlarda yüzlərlə komment gəlir. 100 komment, 100 opinion deməkdəsin. Heç kəs bir-birinə müdaxilə edə bilməz. Və yaxud da ki, bir qəzet yazılır və qəzeti yazan redaktor deyir ki, hər hansı bir, deməli, qəzetdə hər hansı bir qəzetlə bağlı, hər hansı bir təklifiniz varsa bizə yaza bilərsiniz. Bəlkə də o inboxa yüzlərlə opinion gedir. Biri deyir ki, məsəl üçün, bu məqalədə bu hissə doğru deyildi. Digər oxuyucu deyir ki, bunu belə etsəz daha yaxşı olur. Niyə? Fərqli opinionlar ortaya çıxır. Əgər mən düşünürəm ki, kəlməsini qoymasaq, bu daha çox generalize olunmuş olur. Axı biz göstərməliyik bu kimə aiddir. Kimə aiddir? Mənə aiddir. Mən elvir düşünürəm ki, deməliyəm. Ona görə mən məsləhət görürəm ki, əgər bir mövzunun başlığında opinion paragraf sözü istifadə olunubsa, mütləqdir ki, labüddür ki, qaçılmazdır ki, biz əvvələ I think, I believe, in my opinion, in my view kimi expressionlar yerləşdirək. Niyə? Çünki fikrimizi göstərməyə çalışır. Ona görə. Deməli, burada əksik gördüyüm nə idi? Vermiş olduqları nümunədir. Mən sadəcə nümunəyə feedback verirəm bir müəllim kimi. Onlar da mənə verə bilərlər, problem yoxdur. Mən sadəcə yazılmış olan nümunəyə bir müəllim nöqteyi nəzərdən feedback verirəm, öz kommentimi verirəm. Mənə görə, yenə dedim, mənə görə. Gördünüz? Mən də bir öz opinionumu yazmış oluram əslində. Məncə, I think, nədir? Bunlar olmalıydı. Mənə görə burada bu qədər təzad sözləri yox, sıralama ifadə edən, məsələn, first of all deyə bilərdi, başlaya bilərdi cümləyə və ya first deyib cümləyə başlaya bilərdi. Firstly, first of all, secondly, thirdly, finally. Ona əlavə olaraq, məsələn, Morega zaten verib burada, in addition, bunlarla daha bəzəmək doğru olar. Çünki adı üstündə, axı, opiniondır. Opinionda bu qədər təzad, however, nə bilim, on the one hand, on the other hand, bu məsləhət deyil. Burada daha çox düzülmə, ordering daha çox məsləhət görülür burada. Yəni biz bunlara deyirik əsasən sequential or ordering transitionlar. Yəni sıralama ifadə edən transitionlar, cümlə zərfləri. Məsələn, bayaq dedim ki, firstly, first of all, or secondly, thirdly, finally, etc. Bunlar hamısı istifadə olunur bilər. Gəldik digər məsələ. Supporting sentence. Mən burada topic sentence'i vermişəm. Yenə burada mənə görə I think demək daha doğru olardı. Çünki opinion'dır bu. I think school uniforms. Və burada supporting sentence'lər yazılır. Supporting sentence nə deməkdir? Topic sentence plus controlling idea'dan çıxan fikirləri reasonlarla nə deməliyəm? Aydınlaşdırmaq. Bayaq dediyimiz kimi, deməli, topic sentence necə olmalıdır bu? Diqqətlə baxaq. School uniforms should be required for all students. Baxın, school uniforms, bu bizim topiyimizdir. Yəni, mövzunun ana, main ideyası budur. School uniforms. Deməli, mövzu təpədən dırnağı bundan bəhs eləmək. Və ikinci məsələ nədir burada? Should be required for all students.
Yəni bütün şagirdlər üçün tələb olunmalı. Bu hissəsi artıq onun olur controlling idea hissəsi. İndi bizim supporting sentence'lərimiz bir main idea olan topic hissə ilə bağlı olmalıdır. Story uniforms. Deməli, mən uniformlara yüklənməliyəm. Bir də require olub olmaması. Çünki opinion'da olub olmaması məsələsi var burada. Why not? Çünki bilirsiniz ki, opinion'larda why not hissəsi ən çox. Bir də orlar daha çox istifadə edilir. Məsələn, tutaq ki, are, məsələn, deyək ki, video games good or bad for the student's health. Gördünüz, or. Yəni, orun daha çox olduğu və ya why notun sual olaraq verildiyi yazı növbədəsində. Bir də ki, why do you think that? Nə üçün belə düşünürsən? Yəni, çünki düşünməklə bağlıdır bu. Yəni, birbaşa fikrimizi bizdən soruşur, fikrimizi almağa çalışır. İndi burada da I think school uniforms topic hissəmiz, controlling hissəmiz should be required, yəni require hissəsidir. Gəldik supporting sentence'lər. Supporting sentence'lərdə biz nə edirik? Supporting sentence'lərdə diqqətlə baxsaq görərik ki, biz nə edirik? Deyirik supporting details və ya sentence'lər deyə bilərik. Və nə etməliyik? Burada bir reason göstərməliyik, bir də fact göstərməliyik. Bu nə deməkdir? Onu mən açıqlayacağım birazdan sizə. Supporting sentence'lərdə bir reason, bir də fact olur. Reason bizim fikrimizdir. Fact isə faktı dayalı bir cümlə yazmalıyıq. Yəni, faktla göstərməliyik ki, buna görə bu olur. Və bu yenə demin özünün təqdim etdiyi nümunədən götürmüşəm. Yəni, iki sentence'lərdir. Və buradakı transition'ları da mən sizə açıqlamışam. Və diqqətlə baxsaq, görərik ki, burada bir neçə şeydən danışır. Reduce social pressure deyir burada. Bir neyniyir? Sosial təzyiqi azaldır. Save time in the morning. Zaman neyniyir? Qoruyur. And promote discipline by ensuring all students dressed. Deməli, burada artıq bizə 3 variable'lar verir. Artıq bunları açmaq lazım. Sosial təzyiq, zamanın qorunması və yaxud da ki, disiplinin daha çox ön plana çəkilməsindən bəhs edir. Əslində, opinion paragrafın tələblərində bu şəkildə yazma yoxdur. Bu daha çox esseylərdə olur, bu tip yazı. Təqdim etdikləri nümunə sanki paragrafla esseyin qarışığı. Nə essey deyib essey deyil, nə də paragraf deyil. Çünki paragraflarda bayaq dediyim kimi sequential order olmalıdır. Yəni düzülmələr olmalıdır. Birinci səbəb, birincisi buna görə. Nə üçün? Üçünlər axtarır. İkincisi buna görə. Üçüncüsü buna görə 4-də artıq qarşı-qarşıya qoymalıydı. Burada görürsünüz, sanki essey formatını burada. Deməli, düzülüş, paragrafdır, yazılmada xəta var əslində. Xəta oradadır əslində. Yəni, bu məsələləri nəzərə yetirmək lazım. Gəldik concluding hissəsinə. Concludinglərdə yenə topic hissəni vermişəm, supporting vermişəm. Concludingdə artıq buradan göründüyü kimi bu şəkildə yazılır. Burada da problem var. Çünki opinion paragraflarda concluding sentence yazdığımız zaman səbəbin sayını göstərməliyik birinci. Məsələn, deyirəm ki, göstərilən səbəblərə görə mən fikirləşdim. Bax, yenə burada I think hissəsi yoxdur. Çünki opinion varsa, mütləq şəkildə I think, I believe deyib cümləni bağlamaq lazım. Məsələn, belə vermək lazım. Bax ki, in conclusion, məsələn, deyə bilərdi burada. For these reasons, məsələn, for these 4 reasons, or for 3 reasons, virgül, qoyuruq burada.
Mesela for these three reasons, I believe that violent video games are harmful to young people mesela. Belə bağlamaq lazım. Niye? Çünkü concluding sentence topic sentence'e uygun yazılmalıdır. Yani ona uygun qurulmalıdır o. Ona uygun yani yazılmalıdır. Deyir ki burada, yenə burada təzadla başlayır. Deyir ki in conclusion, although uniforms may restrict, həm də burada ehtimal modalı istifadə olunub. May restrict personal style, their benefits in promoting equality, discipline, and Fox make them a good requirement for all students. So, yine burada ne var? Concession edilib cümle, təzad cümlə yaradıb burada. Amma opinion'ın conclusion'u belə olmur. Mütləq orada qeyd etmək lazımdır. For three reasons, I think that, I believe that school uniforms deyib cümləyə davam etdirmək lazımdır. Burada yenə baxmayaraq ki, nə, digər tərəfdən bunlar. Yenə burada təzadı qarşı-qarşıya qoyub. Sırf təzad üzərindən gediblər. Yəni, opinion, paragraflar belə olmur. Yəni, sırf təzadları çəkə bilmərik biz qabağa. Yenə burada əslində bir qarsızlıq var. Növbəti məsələmiz. Nələr istifadə olunur burada? Bayaq dedim ki, müxtəlif transitionlarımız, linkerlərimiz var bizim. Yəni, keçid sözlər. Məsələn, bayaq dedim ki, first, firstly. Və görürsünüz, to express fact. Axı dedim, faktları göstərməyə lazım. Birinci olur, deməli, opinion, sonra fact qoymaq lazım. Fact dəyişmir, opinion dəyişə bilər. It is a well-known fact that research has shown that it is a fact that bunlar hamısı əslində hər üçü ayrı-ayrıdır. It is a well-known fact that bir, research has shown that 2, it's a fact that 3, yəni bunları vermək olar. Faktlarla baxılır. Faktı göstərməlisən sən burada. Bir opinion, ümumiyyətcə opinion paragraflarda bir opinion, bir də fact olur. Concluding edəndə artıq deməlisən ki, burada to sum up, to conclude, in conclusion. İndi, normalda necə olması məsləhət? Baxın, və nələr olmalı daha doğrusu? Birinci, opinion göstərmək üçün in my opinion, in my view, I believe, I think. Məsələn, in my opinion-dırsa, qoyuruq vergül. Ondan sonra başlayıq cümləyə. In my view, vergül. I believe-də vergülə ehtiyac yoxdur veya that qoyuruq. I believe that smoking or I believe just smoking. I think smokers, I think that smokers are. Artıq deməli, supporting sentencelərə gedəndə burada istifadə edəcəyimiz məsələlər var. Mesela, according to kim? According to a story in Science Today magazine, the Earth is becoming warmer. Burası fakttan danışdım. Yani burada ne demiş oldum? Demiş oldum ki according to a story in Science Today magazine, this party bu yani bugünkü magazine göre the Earth is becoming warmer. Bir kez daha da istenir. Slasher yani. Deməli, bir opinion'um olur, bir də faktım olur. Aslında onun üçün biz deyirik ki, first, second sözlər istifadə olunmalıdır. Conclusion'dakı, bax görürsünüz, burada qeyd eləmişəm. For these reasons. Burada göstərməlisiniz. For reasons. For three reasons. Bu iki səbəbə görə, for these three reasons, I believe that violent video games are harmful to young people. Gördünüz? Yəni, opinionlar əslində belə yazılmalıdır. Mütləq orada göstərilməlidir. Amma verilən nümunədə isə tamamilə fərqli hissələrə gedilib burada, yəni. Diqqətlə baxın, görəcəksiniz. Sanki essay formatı, tələb paragrafdır, amma içərik essay içəriyidir. Və onu da qeyd edeyim ki, paragraflarda, conclusion yazanda, baxın, iki şərtdən bəhs eləmişəm. Never write anything new. Yeni hiçbir şey yazma. One sentence, repeat and summarize.
Yəni cümlənin deyir nə ilə? Ya paraphrase edir ki, burada sən bunu summarize edə bilərsən. Paraphrase the answer that you gave in your topic sentence. Yəni topic sentence olan cümləni paraphrase edə bilərsən. Məsələn, bu Tim'in verdiyi cümlə. School uniforms should be required for all students because they create a more equal and focused learning environment. Bu bunun topic sentence'idir. Aslında I think diye başlamalıydı. In conclusion, yazıp in conclusion ne? Burada göstermeye lazımdı. According to these four reasons, in conclusion deyip devam ettirmeye lazımdı. All the uniforms may restrict personal style. Burada deməli supporting sentence'lər summarize olunur. Topic sentence yox. Diqqətlə baxın. Baxın burada. Body, yəni əslində body hissələri olur. Yəni paragraflarda deməli supporting sentence'lərdəki o detaillər ki var, məsələn bunlar. Baxın, bunları summarize edib concluding sentence yazıblar. Amma əslində conclusion sentence paragraflarda introduction'ın summarization olur, summarize olur və paraphrase olur. Baxın. Yəni belə yazılmalı deyil əslində. Biz onu nə etməliydik? Göstərilən səhvlərə görə səhvləri vurğulayıb yuxarıdakı topic sentence-ə yoxun yazmalıyıq. Amma gördüyünüz kimi yazılmıyor. Və qeyd etdiyim kimi bu sözlərdən istifadə olunur. Bu expression in conclusion, to conclude, amma in general istifadə eləməliyik. Çünki bunlar informalda istifadə edilir. Sum up bunları istifadə edə bilərik. İndi baxın. Tim'in özünün vermiş olduğu tələbdir. Baxın, bu tələbdə görün neçə şeydən bəhs edir. Diqqətlə baxaq. Write an opinion paragraph for at least 100 words on the topic below. Should school uniforms be required for all students? Əsasən opinionlar should-la başlayır. Çünki onun içərisində gizli or not olur. Gizli or not olur. Yəni ki, bütün şagirdlərə tələb olunmalıdır ya yox. Should-la başladılar ki, gizli ya yox, o hissəni aça bilsinlər. Deməli, have a topic sentence with a controlling idea. Onsuz bizdə controlling idea hissəmiz bizim var idi orada. Restriction hissəsi olmalıdır ya yox. Ondan danışırdı. Support your idea with the reasons. Gördünüz, reasons and facts. According, bax, faktlar olmalıdır burada. And or example, at least two, ən azı 2 dənə fakt göstərməlisən. Have a concluding sentence yazılıb olsunuz. State both sides of the argument. Yəni həmin o ziddiyyətin iki tərəfini göstərməlisən. Express your ideas. Yaxşı, your ideas demirsinizsə, niyə yazmamışsınız in my opinion və I think? Express your ideas. Çünki onu qoymasan, sanki hər kəs belə düşünürmüş kimi görünür paragraf. Baxın, opinionlarda I think, I consider, I believe qoymayanda, sanki hər kəsin yerdə danışmış olursan orada. Sanki hər kəs də belə düşünürmüş kimi olur. Axı bu opiniondur. Mən düşünürəm ki, deməlisən sən burada. Əhməd düşünür ki, demək lazım. Çünki nəyə görə? Düşünən tərəfi vurğulamaq lazım. Vurğulamırsansa, sanki belə də olmalıdır kimi görünür. O zaman opinion olmaqdan çıxır. Sanki general bir mətn ortaya çıxmış olur. Express your ideas clearly and logically. Gördünüz? Məntiqi, yəni burada coherence qorunmalıdır. Use appropriate linking words. For example, because, also, however, for example, and so on. Bu lazım gələrsə istifadə olunur. Yəni yoxdursa istifadə olunmaya bilər. Amma gördünüz, because, çünki nəyə bayaq dediyim kimi reasonları açmaq lazım burada. Reasons and facts. O faktlar da because-dan açılmalıdır. However hissəsi isə sonda olur, last sentence olur. Ola ki, tərəflər qarşı-qarşıya qoyulur sadəcə orada. Ona görə however olaraq yazılır. For example-lar isə o açıqlayıcı hissələr olur orada. Stay focused on the topic. Mövzuya köklənməyə, yəni fokuslanmalısan, fokuslu qalmalısan mövzuya.
write in one paragraph. Sadece bir paragraf. Not in separate sentences or bullet points. Yani burada ayrı cümleler yok. Sadece bir paragraf formasında yazılmalıdır. Çünkü bu essay değil. Burada new line yoktur. Yani burada yeni satırda yazmaq söhbəti olmur. Bullet pointlər. Yəni məsələn baxın bu özü bullet pointdir. Bu gördüklərimiz tək-tək tələblər. Bax bunlar deyirlər bullet points. Bizdə bullet yoxdur. Bizdə paragraf var. Və bir paragraf esseyin bodylərinin əslində qısa məcmusu olmuş olur. Məsələn baxın bu həmin o vermiş olduqları nümunənin tamıdır. Topic sentence, yəni burada I think olmalıydı. Burada yenə transitionlar məsləhət görərdim. First, second, third və 1, 2, 3, 4 artıq burada last olmuş oldu. Last supporting sentence oldu burada. Concluding sentence, yəni closing statement burada. In conclusion səs oldu. Mən burada artıq göstərmişəm. Və ümumiyyətcə opinionlarda müəyyən bir sual modelləri olur. Məsələn, what is the writer's opinion about school uniforms? What phrase does he use to introduce his opinion? How many reasons does the writer give for his opinion? What transition signals does the writer use to introduce his reasons? Your opinion, gördünüz, in your opinion. Which reason is stronger, the first one or the last one? And why? Bayaq dediyim kimi, opinionlar why-ın sualının axtarıldığı yazı növüdür. Why-ın cavabını axtarmaq lazım. Məsələn, baxın, burada qeyd eləmişəm. Baxın, yazıçının school uniformlarla bağlı fikirləri. School uniforms should be required for all students. I believe deyib cümləyə başlamaq lazımdır. Yəni, fikri I believe that, yəni hansı fraza fikir ifadə etmək üçün istifadə olunur? I believe frazası istifadə olunur. How many reasons does the writer give his opinion? 3 main reasons for his opinion. Uniform helps reduce social pressure, save time in the morning, and promote discipline. Dördüncü isə sadəcə onları qarşı-qarşıya qoyur. Əsasən 3 burada ideya var. Burada 3 əsas ideya var, amma dördüncü isə qarşı-qarşıya qoyulan nələrdir? Both slaytları sadəcə burada nə edir? Qarşı-qarşıya qoyub müqayisəsini aparır. Amma 3 ana ideya var. Əslində bu 3 ana ideya first, second-la açılmalıydı. Moreover-la yox. Daha doğrusu on the other hand-la yox. What transition signals does the writer use to introduce his reasons? On the one hand, orada istifadə olunur, amma olunmamalıydı. On the other hand, however, moreover, o yerine first, second, last one. Çünki 3 səbəb varsa, bunları göstərmək lazım. In your opinion, which reasons is stronger? The first one, or the second, or third, or last one? Təbii ki, bizdə əsas 3 səbəb göstərildiyinə görə the first reason, bizim əsas 3 burada reasonımız var. Dördüncü qarşı-qarşıya qoyulan. The first reason is stronger because it addresses an important social issue that affects students' daily well-being and mental health at school. So, niyə? Çünki baxsaz görərsiniz ki, birinci səbəb 2 transitionla verilmişdi o mətndə. On the one hand, on the other hand, bura çox yer ayrılmışdı, gördüyünüz kimi. Ona görə də birinci səbəb burada daha güclü idi. Amma əslində bir paragrafın tələbi əslində belə olmalıdır. Baxın, bir paragraf belə yazılmalıdır əslində. Deməli, topic sentence, first reason A, supporting detaillər 1, 2, burada artıq faktları verməlisən. Opinion fact, yəni reason fact olmalıdır. İkinci səbəb, yəni opinion reason, onun faktları 1, 2. Üçüncü səbəb, yəni onun reasonları, onun detailləri, fact 1, 2 və concluding sentence. Əslində, bir paragrafın tipi budur, belə yazılmalı. Məsələn, indi mən sizə başqa bir şey göstərim burada. Baxın, məsələn, bu
Mənim özümün deməli göstərdiyim buradan görə biləcəksiniz. Deməli baxın, normalda mən burada qeyd eləmişəm. Topic sentence. In my opinion, school uniforms should be required for all students. Heç belə başlamaq daha doğru olar. Supporting details, yəni ki, burada justification var, yəni justify eləməlisən. Məsələn, birinci səbəb. Uniforms help reduce social pressure among students. Birinci səbəbdir. Bu opiniondır, səbəbdir. Okay, reasondır, reason. İndi reason'ı nə eləməliyik? Justify eləməliyik. Supporting detail'lar. Bu A'dir. Açıram bunlar. Bir, students from different economic background. Bunlar first ilə başlayacaq. Firstly, less bullying about clothing, brands and styles. İkinci reason. Uniform save time and money for families. Bunlar açıram example'lardan. Justify ederim. Supporting detail. No need to buy expensive fashionable clothes. Early morning routines for students and parents. Yine bunu açtım. Gördünüz, reason verdim, support elədim. Reason verdim, support elədim. Bunları axırda birləşdirəcəyik. Uniforms promote discipline and focus on learning. Yine reason, üçüncü reason gəldi burada. Açıram indi. Justify edirəm bunu, support edirəm fikrimi. Creates a serious atmosphere for education. School with uniforms report fewer behavior problems. Mən yenə burada nə elədim? Justify elədim. Birləşdirdim. Və gəldim concluding. In conclusion, deyib cümləyə başlaya bilərsiniz. For these reasons, I believe school uniforms should be required for all students. Bax, bu şəkildə olmalıydı. Məsələn, baxın bir example burada. Belə yazılması daha doğrudur əslində burada. In my opinion, first of all, this. Secondly, this. Finally, this. For these reasons, I believe school uniforms. Gördünüz burada school uniforms should be required for all these reasons. Bax bunu mən burada nə elədim? Birləşdirdim. For these reasons, I believe school uniforms should be required for all students. Çünki concluding topic sentence'in əslində qısa nəyidir? Onun yekunudur. Çünki biz nəticəni topikə görə yazmalıyıq. Əslində essedə elə olur. Çünki biz bir şeyi final eləmək üçün, məsələn, adicə bir writing yazanda, bir məqalə də yazanda, conclusion yazanda sən əvvəldə vermiş olduğunun nəticəsini verməlisən axırda. Ona görə burada da belədir də. İlk qoyduğun ideyanın sonlu yekunda nəticəsini verməlisən. Bu səbəblərə görə inanıramı, inanmıramı artıq qeyd edilməz. I don't believe, I believe. Hər ikisi olur. Bu şəkildə olmalıdır. Növbəti videomuzda isə mən sizə nümunələrlə paragrafdan esseyə necə keçid eləmək lazımdır, onlardan bəhs edəcəm sizə. Və bizim növbəti deməli level up dərslərimizdə, sırf metodika hazırlığı dərsimizdə writing və onların tipləri, sıfırdan writing necə yazılmalıdır, guided practice writing nədir, paragraph writing və onların tipləri nələrdir, essay və onun tipləri nələrdir, necə yazılır onlardan növbəti metodika dərsimizdə izahlarını verəcəm. Növbəti izahımız isə paragrafdan esseyə keçid nümunələrdir. Sağ olun.